Kazmağına verim 20 manatı qəbul. Herkese salam, kanalıma xoş gəlmisiniz. TikTok'da hər kəsin izlədiyi və ürək ağrısıyla və nifrət dolu baxışlarıyla bu videonu paylaşırıq. Video izləyən hər kəsin qanını dondurub. Belə ki, ata deməyə şahid gərəkən bir insan övladının nəşi ilə birlikdə video görüntü paylaşır və anası isə onu canlı yayımda paylaşır. Həmin görüntülər izləyən hər kəsin qanını dondurub. Videonu sizlərə təqdim edirəm. Videonu izləyib fikirlərinizi də bizimlə paylaşmağı unutmayın. Dua edin. Pul lazım diye göstermek. Sadece dua edin. Atanın kazmağına verim 20 manatı qəbulun özünə. Kart koymak halinde değil, böyle kömək eləmək istəsəz səhifədə var. Bir kart koyun. O halda değil işte yani. Orada değil. Sağ olsun dostlar bak. Qəbul qazanlardı bak. 10 manat atıblar, çox sağ olun. Amma dua eləsəz daha yaxşıdır. Bak qəbul qazanlar deyir ki, qardaşım elə ümid sənsə mənim qardaşım. Bak heç kim yox onun. Hələ 5 dənə uşaq xəstəxanadadır. Olan vəziyyətim normal deyil, belədir. Dua edin. Pul lazım diye göstermek. Sadece dua edin. Atanın